Salam, bugün baxırıq 9-un buraxılışının əvvəlki illərin suallarına. Hansı ki, onlar əvvəlki illərdə düşmüşdü və biz onların izahına nəzər yetirəcəyik. Birinci sualda nə deyir? Hansı cümlədə sifət ismə aid şəkilçi qəbul etmədən isimləşib? Yəni, şəkilçi qəbul etmədən isimləşirsə, deməli, kim sualına cavab verməlidir? Sifət. A variantına baxırıq, bədbin hər kəsi özü kimi sanar. Bədbin kim? Bədbin. Amma əslində bədbin sözü ayrılıqda götürüləndə sifətdir. Amma burada kim sualına cavab verib və elə doğru variantda A variantımız olur. B-yə baxırıq. Pisə sahib olmaqdansa yaxşını gözləmək lazımdır. Bəli, burada yaxşı və pisdir, amma əlbəttə ki, ismə aid şəkilçi qəbul edib, bizdən isə ismə aid şəkilçi qəbul etməməsini istəmişdir. Ona görə B yanlışdır. C-yə baxırıq. Birincilər sayıdır, lazım deyil bizə. D-də siz kiçik yardımı da heç vaxt unutmayın. Bax, burada heç ümumiyyətlə sifət isimləşmiş xüsusiyyət yoxdur. Yersiz zarafatlar kədərli soyuqla bitir. Burada yersiz ümumiyyətlə sifətdir. Nəinki kədərli sifətdir, ümumiyyətlə isimləşmiş sifət yoxdur. İkinci suala baxırıq. Tamah və hərislik başlayan vaxt saf duyğular sona çatar cümləsində hansı sözün sinonimi düzgün verilməyib deyir. Baxın, tamah sözü nəfis sözünün sinonimidir. Deməli, birinci sözümüz doğrudur. İkinci sözə baxırıq. Hərislik. Hərislik sözü deməli, düşkünlük sözü kimi götürməyi verib. Amma əlbəttə ki, bu sinonim ola bilməz. Çünki düşkünlük aslılıq deməkdir. Nəyəsə düşkün olmaq, aslı olmaq deməkdir. Amma hərislik isə acıgözlük, tamahkarlıq mənasındadır. Ona görə elə doğru variant C variantıdır. Yəni sinonim ola bilməz. Deməli, hiss sözü, bəli, duyğu sözü ilə sinonimdir. Təmiz sözü saf sözü ilə sinonimdir. Vaxt sözü zaman sözü ilə sinonimdir. Doğru variant C variantı. Növbəti üçüncü suala baxırıq. Fərqləndirilmiş hansı sözlərin sonuncu samiti kontekstdə cingiltili tələffüz olunur. Hər biri ayrı-ayrı əlbəttə ki, qaydadır. Sadəcə burada ümumi bir cümlə sual düşüb və onu izah edək. Qaymaq, almaq. Baxın, burada qaymaq, almaq deməli, özündən sonra qıdan sonra sait gəlib, ona görə də qı-qıya çevriləcək. Yəni, cingiltili elə birinci sözümüz doğrudur. İkinci sözə baxırıq. Çörək ovuntusu. Bəli, özündən sonra ki, sait gəlirsə, əlbəttə ki, y-ya çevriləcək. Deməli, 2 də doğrudur. 3-ə baxırıq. Əmlak alıcısı, əmlak, şərik, babək bu tipli sözlərdə ümumiyyətlə sait, samit gəlməsinin heç bir fərqi yoxdur. Onsa orada heç bir dəyişiklik baş verməyəcək. Nəinki cingiltiliyə çevrilməsi. 4-ə baxırıq. Bəzək əşyası. Bəli, burada isə k-dan sonra sait gəlib və burada bəzək olacaq. Deməli, 3-4 də doğrudur. 5-ə baxırıq. Sorak kitabçası. Qıdan sonra k-la, yəni samitlə başlayan söz gəlmişdir. Orada isə x olmuş olacaq. 5 də səhvdir. Doğru variant 1, 2, 4. Bu da C variantına uyğun gəlmiş oldu. Keçirik növbəti sualımıza, 4-cü suala. Hansı cümlələrin tərkibindəki sözlər yerinə görə eyni nitq hissəsinə, baxın, eyni nitq hissəsinə aid olmasını soruşur. Yəni, cümlədə bütün sözlər eyni nitq hissəsi olmalıdır. Baxırıq birinci cümləmizə. Birinci çox, ikinci azdır. Bəli, elə bütövlükdə saydır. Yorulanda dincəlməyi unutmayın. Bəli, bütövlükdə feildir bütün sözlər. 3-ə baxırıq. Tənbəl insan şeytanın oyuncağıdır. Tənbəl sifətdir, insan isimdir. Bu isə şərtimizi pozmuş oldu. Oyuncaq isə isim olmuş oldu. 4-ə baxırıq. Siz necəsiniz? Burada siz şəxsi əvəzliyidir. Necəsiniz? Sual əvəzliyidir. Bu da eyni nitq hissəsi sayılmış oldu. Götürürük. 5-ə baxırıq. Sevginin gücü dağları yarar. Burada isim də var, feil də var. Bu isə şərtimizi ödəməmiş sayıldı. 1, 2, 4. Bu da i variantında özünü doğrultmuşdur. Keçirik növbəti sualımıza, 5-ci suala. 5-ci sualda hansı cümlədə zərfin mənaca bütün növlərinə aid nümunə vardır soruşur. A variantına baxırıq. Burada arabir güclü küləklər əsir. Burada zərfdir, arabir zərfdir, amma 2 məna növü var. Ona görə də uyğun deyil. B-yə baxırıq. Dünən zaman zərfi, orada yer, həvəslə, tərz hərəkət, xeyli, kəmiyyətdir. Elə doğru variantımız B variantıdır. Yenə birlikdə zərfdir, amma çoxlu saydır bizə
uyğun olmadı. Bütün növlərinə aid olan cümlə olmadı, söz olmadı. D-yə baxırıq. Məktəbdə dünənki oyun. Burada isə ümumiyyətlə zərf yoxdur. Qaydanda burada bir qədər surətlə çalışarsınız. Burada zərfdir, surətlə zərfdir, amma bütövlükdə bütün növlərini əhatə etmir. Doğru variant B variantı. 6-cı suala baxırıq. 6-cı sualda altından xətt çəkilmiş sözlər əsasında uyğunluğu müəyyən edin soruşur. Bu dünyada hər pislik cəhalətdən yaranar, müəllimlikdən şərəfli peşə tanımıram. Baxın, burada hər sözüdür. Bir də şərəfli sözüdür. İndi buna uyğun da biz variantları yerləşdirəcəyik. A-da deyir ki, əşyanın keyfiyyətini bildirir. Hər yox, şərəfli keyfiyyəti bildirir. Deməli, şərəfli sözünə A-nı qeyd etmiş oluruq. Sifəti əvəz edib. Sifəti əvəz edib. Bu isə deməli, hər pislik, hansı pislik, hər pislik. Bu isə hər sözünə aiddir. Biri isə B-ni qeyd edirik. Adlı halda olan isimdən əvvəl işlənib. Baxırıq şərəfli peşə. Peşə sözü adlı halda deyil. Niyə müəllim? Çünki tanımıram. Feilə yaxındır və qeyri-müəyyən təsirlikdir. Peşəni tanımıram. Deməli, hər pislik isə adlı halda olan ismin əvvəlində işlənib dediyinə görə C variantında hər sözünə uyğun hesab edirik. Daha sonra adi dərəcədə olan sifətdir. Adi dərəcədə olan sifət şərəfli sözüdür. Bəli. Deməli, bu ikinciyə uyğun gələn D variantıdır. İşarə əvəzliyi, ümumiyyətlə, burada işarə əvəzliyi yoxdur. Deməli, doğru variant 1-ə B, C, 2-ə isə A, D, bu da C variantına uyğundur. Növbəti sualımıza baxırıq. Burada hansı cümlədə zərf işlənməmişdir soruşur. A variantında irəlidə bizi gözləyirlər, elə irəlidə zərfdir. B variantında ora şərqi Zəngəzurdur, ora zərfdir. C-də geridə heç kəs görünmürdü. Geridə sözü zərfdir. D-də dünən Laçına gəzməyə getdik. Dünən zərfdir. Y-yə baxırıq, Xan kəndində tarixi abidələr çoxdur. Xan kəndində isə isimdir, zərf deyil. 8-ci suala baxırıq. Hansı söz nöqtələrinin yerinə yazılsa məcazi mənada işlənər? Dağın ətəyi, dağın yolları, dağın qarı, dağın zirvəsi, dağın arxası. Əlbəttə ki, dağın ətəyi orada aydın görünürdü. Ətəyi, paltarın ətəyi, donun ətəyi ola bilər, amma dağın ətəyi isə ona köçürülmüş məcazi mənalı söz yaratmışdır. 9-cu suala baxırıq. Hansı ki, fonetika mövzusuna bölməsinə aid olan bir sualdır. Təəssüflə sözünün fonetik təhlilinə aiddir və doğru variantları istəyir bizdən. Çünki yuxarıda baxırsınız ki, klasterdə nəyə verib? Saitlərdən biri uzun tələffüz olunur. Yəni, orada verilən şərtə uyğun da biz doğru şərtləri seçməliyik. İlk əvvəl təəssüflə sözünü yazırıq. Təəssüflə kimi tələffüz edilir. Baxırıq, səs düşmə hadisəsi baş verib. Bəli, səs düşmə hadisəsi baş verib. Biri düşüb, biri isə ənin uzun tələffüz olunub. Hərflərlə səslərin sayı bərabərdir. Bəli, bəzən uşaqlar səhv salırlar ki, mənim burada düşmə baş verib. Bəli, axı biz nəzərə almalıyıq da, düşmə baş veribsə də, axı artma da olmuşdur. Lə, nən kimi olub? Bir hərfi artırmışdır. Bu isə bir-birini əvəz edir və bərabər sayı, səs sayını yaradır. Deməli, doğru variantda 2-dir. 3-ə baxırıq, kar samitlərdən biri tələffüz edilmir. Niyə tələffüz edilməsin? Kar samitlərdən biri, burada baxırıq ki, kar samitlər əlbəttə ki, bütövlükdə heç bir dəyişiklik yoxdur. Bu səhvdir. 4-ə baxırıq, yalnız bir məqamda qarşılığı olmayan samit işlənib. 1 yox, 2 məqamda. 2 dənə N isə sonor samitdir, qarşılığı olmayan cingiltilidir. Bəli, bu da səhvdir. Doğru variant 1-2 D variantına uyğun gəlmiş oldum. Növbəti 10-cu sualımıza baxırıq. Ahəng qanuna tabi olmayan sözləri, əlbəttə ki, çox rahat sualdır. Qalın və yaxud da ki, incə saitin bir-birini izləməsinə ahəng qanunu deyilir. Pozulması isə hər iki qalın və incə saitin bir yerdə olması isə onun pozulması deməkdir. Elə birinci bir savad sözündə İ-A var, deməli, burada ahəng qanunu pozulub. Tərəfsiz sözü pozulmamışdır. Sənətdəki pozulmamışdır. Qanuni sözü, bəli, pozulub. Əzabkeş isə əzabkeş də pozulmuş sayılır. Deməli, 1, 4,
və 5. Bu da B variantına uyğun gəlmiş olur. Növbəti izahımız inşallah ki, mətnlər hissəsinə aid olar. Bura qədər minnətdaram.